Şəkili Mamet zapravkada işləyir, yanacaq doldurma məntəqəsində fəhlədir. Məsələn, bu zapravkanın da müdürkə ofisində oturur, o otaqda başlayıb buna fikir vermə, görün Mamet nə tər işləyir, görər, bir dənə baxalı maşın 100 minlik gəldi, sağladı. O, Mamet, sən burada işləyirsən, maşımız öpür, qucaqlı. Polunu bax, bu geyir, Lexus geyir, o gəl, BMW gəl. Müdürdür da işləni deyir, adi bir dənə fəhlən, hörmətinə bax, mən bunu öyrənəcəm, gəl deyir, Mamet, bayaqdan da sana fikir verirəm, sən nə bilə hörmətim var, bu nədir, maşallah, deyir, nə danışsan, ay müdür, mən Roma papasla tanıyım, deyir, Mamet, mən tərs adamam, geyək görüm səni ki, hardan tanıyır Roma papası, deyir, inanmırsan, geyək da, 2 dənə bilet uçurlar bunlar Romaya. Yoxsa gəlirlər o meydana görürlər, Rompas çıxır, İtalyanlar, millət yığılsa, bu da əllərin zadla, deyir, bu da dayan, mən oradan gəlib, sana əl eləyəcəm. Deyir, oldu ki, yaxınlaşır Rompasına, telefon içərlər zada, Mamet, xoş gəldin, sabah gəlmişsən, adam bir xəbər eləyəm, yuxur, çıxır yuxarı Rompasla yanında görüşür, yanında dayanır Rompasın, başlayıb belə əl eləmə, müdürə baxır. Müdür də həblə görüb, ürəyi yıxılır, düşür, tez yürürlər bunu qalx suyla zadla ayıldırlar. Ya ne oldu? Ahmet'dir, uduzmusan da, nə ürəyinci yıxırsan? Deyirəm, vallah Mamet, o zapravka səndir, mən uduzdum, amma mən ürəyimci yıxılmağımın səbəbi var. Sən o Roma papasının yanına nə bilə, mağa baxıb əl eləyəndə, bu da 5-10 dənə İtalyanını bilsən, nə dedi? Qayıb dedilər ki, o şəkili Mamet'dir, onu tanıdıq. O böğründəsi kimdir?